İlk anlayışlara aid bəzi məsələ hesablarına baxırıq. Qarışıq verilib, qarışıqda neçə qram deyir helyum var və bu qarışığın biz ümumi mol miqdarının 4 mol olduğunu görürük. Sadəcə buradakı maddələrin hansı mol miqdarda olduğunu bilmirik. Ona görə də hər birin fərqli mol miqdarda mən qəbul edirəm. Birini A mol, birini B, birini isə C mol qəbul edirik. Və ümumi A plus B bölü C cəmi, yəni qarışıqdakı maddələrin mol cəmi bərabərdir 4-ə. Və qarışıqda deyir karbonun mol sayı 4 moldur. Karbon burada nə qədərdir? C2H6-da 2 ədəd karbon var. Onu da vururam moluna, olur 2A. Üstəgələk. C2H2-də 2 ədəd karbon var və moluna da vururam 2B bərabərdir 4-ə. Hər tərəfi 2-yə bölürəm. A plus B bərabər olur 2-yə. Artıq biz A plus B cəmini hesabladıqca 2 moldur. Və başlanğıcda biz yazmışdıq ki, A plus B plus C bərabərdir 4-ə. A plus B-nin qiymətini burada qoyuram yerinə. 2 plus C bərabər olur 4-ə. C də bərabər olur deməli 2 mola. Bizdən də helyumu soruşur. Helyumu da biz C ilə işarə eləmişdik. Yəni C-ni tapdıqca 2 moldur. Helyumun qramından soruşduğuna görə 2 mol helyum da bərabər olacaq nəyə? Yəni 2 vur, baxın kütləsi 4 qramdır. 2 vur 4 bərabər olacaq 8 qrama. Doğru cavab oldu. Birinci sualda 8 qram. İkinci suala baxırıq. Karbon qazı və oksigen verilib. Karbon qazı bilmirəm nə qədərdir. Oksigen də həmçinin məhsul mol miqdardadır. Amma bizə deyir ki, bir karbon atomuna 5 oksigen atomu düşərsə. Baxın, burada karbon atomu sadəcə CO2-dədir. Və bir karbon atomuna deyir, bir dənə karbona 5 dənə nə düşsün? Oksigen düşsün, düzdürmü? Burada baxırıq, CO2-də karbon nə qədərdir? Bir dənə karbon var və molu da x-dir. Yazıram x mol karbona. Nə qədər oksigen düşür? Baxın, oksigen həm buradadır, həm buradadır. Yəni, 2-ni vururam x-ə, 2x plus 2y oksigen düşəcək. Və bunu tənasib kimi həll edirəm. 2x plus 2y vururam 1-ə, bərabər nəyə? 5-i vururam x-ə. Bunu həll edirəm. Deməli, 2y bərabər olacaq 3x-ə, y də buradan bərabər olacaq 1,5x-ə. Və artıq buradan mən y-i silib, qarşısına 1,5x yazıram. Çünki artıq y-i tapdıqca y-imiz 1,5x-ə bərabərdir. Və nə soruşur? Qarışığın helyuma görə nisbi sıxlığını deyir hesablayın. Nisbi sıxlığı hesablamaq üçün əvvəlcə orta molyar kütləni hesablamaq lazımdır. Orta molyar kütlədə deməli M orta bərabərdir. M orta bərabərdir. Deməli, maddənin mol miqdarını vuracağıq A yerinə. CO2, baxın, Mr CO2 burada verilib 44. Bunu necə tapırıq? Mr CO2 bərabərdir. Karbonun A yeri 12-dir, kütləsi. Oksigen isə 16-dır. 16 vur 2. Bu ikisinin cəmi edir 44 qram. Və yazırıq. CO2-nin kütləsini vururuq mol miqdarına, yəni x-ə, olur 44x üstəgələk. Oksigenin molyarı baxın 32 qramdır. Vururuq mol miqdarına 1,5x vurulsun 32. Məxrəcdə isə mollar. Mollar da hansılardır? X-ilə 1,5x, yəni x plus 1,5x məxrəcdə bu ikisinin cəmi olacaq. Və buradan hesablayırıq ki, orta molyar kütlə 36,8 qrama bərabərdir. Və bizdən qarşıda helyuma görə sıxlığı soruşur. Yəni D helyum bərabərdir. D helyumu tapmaq üçün biz orta molyar kütləni M ortanı bölməliyik helyumun A yerinə, yəni 4-ə. Və burada da M ortanın qiyməti 36,8-dir. Onu da bölürük 4-ə. Cavab edəcək 4,2 qram. Doğru cavab olacaq A variantı. Üçüncü sual. Qaz qarışığının orta molyar kütləsi verilib. Qarışıqda qazların mol payını hesablayın deyir. Qaz qarışığında biz metanın və hidrogenin mol miqdarını bilmirik. Birini A qəbul edirəm, digərini isə B kimi, B mol kimi qəbul edirəm. Və qarışığın orta molyar kütləsi deyir 7,6 qramdır. Yəni, M orta yenə bərabərdir yazırıq. M orta bərabərdir. Metanın molyarı verilib 16, vururuq A-ya, üstəgələk. Hidrogen 2-dir, molyarı 2 vurulsun B mol miqdarına vururuq. Məxrəcdə isə A plus B molların cəmi. Və orta molyar kütlənin qiyməti də verilib 7,6-dır. Yazıram yerinə 7,6. Tənlik kimi həll edirik. 7,6 A üstəgələk 7,6 B bərabərdir. 16 A üstəgələk 2B. Və buradan tənliyi hesablayırıq. Olur 8,4 A bərabərdir 5,6 B-yə. B də buradan bərabər olacaq 1,5 A-ya. Və
Artıq burada amol CH4, B-ni də hidrojeni B ilə yazmışdıq. İndi B-ni silib hidrojenin qarşısına 1,5A hidrojen yazıram. Baxın 1,5A oldu artıq bunun molu. Və qarışıqda qazların mol payını bizdən tələb edir. Yəni X bərabərdir. Metan nə qədərdir mol olaraq? A mol. A mol bölünsün məxrəcdə bütün molların cəmi. Yəni A üstəgələk 1,5A vurulsun 100. Bu da edəcək 40%. İndi Y hesablayırıq. Y də burada hidrojenə görə mol payıdır. Hidrojen nə qədərdir? 1,5A. Məxrəcdə isə ümumi mollar, yəni A üstəgələk 1,5A vurulsun 100. Bu da 60% edəcək. Baxırıq 4-cü suala. 4-cü sualda deməli x2 y-ə baxın, fikir verin. Burada kəsişmə nöqtəsi buradadır qrafikdə. Yəni qrafikdə kəsişmə nöqtəsindən biz görürük ki, 0,1 molu 6,2 qramdır. X2 y üçün yazırıq. Bəs bu maddənin 1 molu hansı molyar kütləyə uyğundur? Birinci bunu hesablayırıq. Mr də buradan bərabər olur. 6,2-ni vururuq 1-ə bölürük 0,1-ə edir 62 qram. Yəni x2 y-imizin qiyməti nə qədərdir? 62 qramdır. Və bu da nə deməkdir? Yəni 2x x2 y birləşməsində 2x bölüs y bərabərdir 62 qrama. Artıq bunu biz tapdıq. İndi baxırıq x2 y2 birləşməsinə. Və qrafikdən fikir veririk ki, baxın kəsişmə nöqtəsi buradadır. 0,2 molu nə qədərdir? Bura gəlir düşür. 0,2 molu 15,6 qramdır. Və yazırıq 0,2 molu 15,6 qramdırsa, bəs 1 molu hansı molyar kütləyə uyğundur? Mr də buradan hesablayırıq. 15,6-nı bölürük 0,2-yə. Bu da eləyir, deməli, 7,8. 78, bağışlayın, 0,2-dir. 78 qram. Və bu da x2, y2-nin kütləsidir. Bunu da yaza bilərik. 2x plus 2y bərabərdir 78-ə. Və bayaqçı tənliyi də bunun altından yazıram. 2x plus y bərabərdir 62. Bu ikisini tənlik kimi həll edirəm. Tərəf-tərəfə çıxıram. 2x-lər ixtisar edir. 2y-dən y-ə çıxanda y qalır. 78-dən də 62 çıxanda 16 edir. Artıq y-imizin qiymətini tapdıq ki, y 16 qramdır. İstədiyimiz yerdə, məsələn, bu ikincində mən yerinə qoyuram. 2x üstəgələ y-in 16-nı yazıram burada yerinə. Üstəgələ 16 bərabərdir 62-yə. Deməli, x də buradan bərabər olacaq 23-ə. Artıq x-i hesabladıq ki, x bərabər oldu 23-ə. Y-i də hesabladıq, y-imiz 16-dır. İndi bizdən z elementini tələb edir. Ona görə də baxırıq qrafikimizə. X-z, baxın, kəsişmə nöqtəsi buradadır. 0,1 molu 10,3 qramdırsa, bəs 1 molu hansı molyar kütləyə uyğundur? Mr-i buradan tapırıq. Mr 103 qramdır. Bu da x-z-in kütləsidir. Və biz x-i tapdıq 23 qramdır, düzdürmü? X-z, yəni x plus z bərabərdir nəyə? 103-ə. X-imiz də 23 qramdır. 23 üstəgələ z bərabərdir 103-ə. Z də buradan bərabər olacaq. Deməli, 80 qrama. Doğru cavab oldu. Z-in nisbi atom kütləsi 80 qram. Baxırıq 5-ci suala. Eyni mol miqdarda götürülmüş X2O3 və X3O4 qarışığının kütləsi 78,4 qramdır. Qarışıqda 1,4 mol oksigen atomu varsa, X-in nisbi atom kütləsini hesablayın. Baxın, deyir eyni mol miqdarda götürülmüş. Yəni X2O3-dür qarışıqda. Bir də X3O4-dür. Eyni mol miqdar dediyinə görə hər birini mən A mol kimi qəbul edirəm ki, hər biri A moldur. Və deyir qarışıqda 1,4 mol oksigen atomu var. Baxın, burada oksigen 3 ədəd, 3 vur A mol miqdarına da vururam, 3A. Oksigen burada 4 moluna da vururam, 4-ə bərabərdir 1,4-ə. Cəm elədi, 7A bərabərdir 1,4-ə, A da buradan bərabər oldu, deməli 0,2 mola. Artıq biz tapdıq ki, A-nın qiyməti oldu 0,2. Baxın, gətirib yazıram yerinə 0,2, bu da həmçinin 0,2 mol. Və bizə deyir, qarışığın kütləsi 78,4 qramdır. Yəni 0,2 mol X2O3 nə deməkdir? Yəni 2x üstəgələ oksigenin ayırı 16-dır. Burada da 3-dür. 3 ədəddir. Yəni 3 vur 16 üstəgələ 0,2 vurulsun. X3O4-ə baxıram. 3 ədəd x-i var tərkibində və 4 vurulsun 16. Bərabərdir nəyə? 78,4 qrama. Və buradan hesablayırıq 0,4x üstəgələk 9,6 üstəgəl 0,6x üstəgələk
12,8 bərabərdir 78,4 qrama. X-i buradan tapırıq. Bu ikisi eləyir X bərabərdir 56 qram. Və bizdən də X-in nisbi atom kütləsini soruşur. Hesabladıqca 56 qram olacaq. 6-cı sual. Qarışıq verilib. Qarışıqda elementlərin kütləsi verilib və biz bu qarışıqda yenə də bilmirik kalsium oksid nə qədərdir? X qəbul edirəm. Kalsium hidroksid nə qədərdir? Y qəbul edirəm. Və baxın, buradan yazıram. X qram kalsium oksid, Y qram kalsium hidroksid. Qarışıqda kalsium deyir 160 qramdır. Kalsium nə qədərdir qarışıqda? Baxın, kalsiumun ayiri burada verilib 40 qramdır. 40-ı vururam moluna. 40x üstəgəlib. Burada da 40-dır. 40y bərabər nəyə? 160-a kalsiumun miqdarına. Bunu deməli hər tərəfi 40-a bölsəm, yazacağam, sadələşdirirəm. X plus y bərabər nəyə? 160-ı da 40-a böləndə 4-ə. X-i buradan tapıram. X bərabərdir 4 minus y. Artıq bunu bitirdik. İndi oksigenə baxırıq. Oksigen burada nə qədərdir? Oksigenə baxaq. 16 ayiri verilib. X-ə də vururam. 16x üstəgələk. Burada oksigen, baxın, mötərizənin kənarında. Mötərizə oksigenə də aiddir. Deməli, 16 vur 2, 32-dir. Moluna da vuracam. Olacaq 32y bərabər nəyə? Deyir 96 qrama. Və buradan biz artıq x-i tapmışıq. Və x-in qiymətini gətirib burada qoyuram yerinə. 16 vurulsun 4 minus y plus 32y bərabərdir 96-ya. Və 16-nı 4-ə vuranda 64 çıx 16y plus 32y bərabərdir 96. Buradan y hesablayıram. Y bərabər olur 2-yə. Y-i tapdım 2. Baxın, burada x bərabər idi nəyə? 4 minus y-ə. Y-in qiymətini qoyuram yerinə. Və bərabərdir 4 çıx 2 bərabər oldu 2. X-i də deməli tapdım ki, x bərabər oldu 2-yə. Y də 2-dir, x də 2-dir. Bunların cəmi həqiqətən də deməli tapdıq ki, 4 moldur. Və bizə nə deyir? Qarışıqdakı kalsium oksidin kütləsini deyir hesablayın. Və biz kalsium oksidi x-lə qəbul eləmişik. Kalsium oksid deməli x-i də tapdıq 2-dir. 2 qram kalsium oksid, 2 mol da kalsium hidroksid. Hər ikisi 2 moldur. 2 mol kalsium oksid, 2 mol kalsium hidroksid. Kalsium oksid soruşduğuna görə baxın, buradan yazıram. Mr kalsium oksid bərabərdir. Kalsium nə qədərdir? 40 qram. Oksigen nə qədərdir? 16 qram. Cəm elədi 56 qram. Və molu da olduğuna görə mən mola da vuracam. Yəni 2 vur 56 kalsium oksid edəcək 112 qram. Doğru cavab oldu 112 qram.